2022-ci il qəbul testinə baxırıq 4-cü qrup üzrə. Deməli 31-ci sualda bizə deyir, su əlavə olunduqdan sonra duzun suda 10% məhlulu alınırsa x hesablayın. Birinci biz ilk növbədə qabın içərisinə baxırıq. Qabın içərisində həll olma əmsalı 1000 qram bölü litr olan doymuş məhlul var. Bu o deməkdir ki, ümumiyyətlə həll olma əmsalının qiyməti onu bildirir ki, 1000 qram suda nə qədər maddə həll olub. Yəni KH əgər 1000-ə bərabərdirsə, bu o deməkdir ki, 1000 qram suda 1000 qram maddə həll olub. Və ümumilikdə onda məhlulum 2000-ə bərabərdir. Çünki məhlul həll olan və həll edicinin cəmindən ibarətdir. Yəni 2000 qram məhlulun 1000 qramı deməli həll olandırsa, bəs 40 qram doymuş məhlulun neçə qramı həll olan olur? Buradan həll olanı hesablasaq, 40-ı vururuq 1000-ə, bölürük 2000-ə. Eləyir 20 qram. Deməli 40 qram doymuş məhlulun 20 qramı həll olan maddədir, 20 qramı da onda sudur. Və bizə deyir, neçə qram su əlavə olunduqdan sonra kütlə payı olub 10%-dir. Deməli, omega nəyə bərabərdir? M həll olan bölünsün M məhlul, vurulsun 100. Kütlə payımızı verib 10%. 10 bərabərdir. Həll olan maddə miqdarı var 20. Məhlul həll olan və həll edicidir. Deməli, məhlulumuz 40-dır və bura x qram su əlavə olunub. Vurulsun 100. Buradan da məsələni həll eləsək, deməli, 40 plus x bərabərdir 200-ə, x bərabərdir 160-a, 31-də doğru cavab olacaq A variantı. 32-ci suala baxırıq. Deməli, bizə maddə verib CnH2 plus 2 OM maddəsi, tam yanmasında sərf olunan oksigen mol miqdarı, deməli, reaksiyanı yazaq, CnH2 plus 2 OM, üstə gəlsin O2, alınır buradan karbon qazı və su. Deməli, maddə mol miqdarı 0,2 olanda yanmasına sərf olunan oksigen mol miqdarı 0,5 olur. Biz bunu 1 mola görə hesablasaq, 1 mol maddənin yanmasına görə hesablasaq, formulu tapa bilirik. Əgər 0,2 mola 0,5-dirsə, 1 mola nə qədər olacaq? 0,5-i də böləndə 0,2-yə eləyir 2,5. Yəni, 2,5 mol oksigen sərf olunur. Daha sonra tam yanmasına alınan suyun mol miqdarını verir. 0,12-yə 0,12 mol maddə yananda 0,6 mol su alınırsa 1 mola olacaq 3 mol su. Burada deməli suyun qarşısına öz molunu yazdıq. Daha sonra bizdə burada baxırıq ki 6 dənə hidrogen var. Bu o deməkdir ki sol tərəfdə də 6 hidrogen olmalıdır bizdə. Yəni 2n plus 2 bərabər olmalıdır 6-ya. 2n bərabər 4-ə, n bərabər 2-yə. Biz buradan n-i tapdıq. N 2-yə bərabərdir. Burada yerinə yazsaq C2 H6OM. Deməli, karbon sayı 2 olduğuna görə sağda da CO2-nin qarşısına 2 yazırıq. Oksigenə baxırıq. 4 oksigen burada, 3 oksigen burada. Ümumilikdə 7 oksigen var. 2,5-i 2-yə vuranda 5 oksigen burada varsa, onda M də 2-yə bərabərdir ki, deməli, toplayanda sol tərəfdə də cəmi 7 oksigen eləsin. Onda 32-də doğru cavab olacaq C variantı. 33-cü sualda asetilen molekulunda rabitə əmələ gəlməsində neçə hibrid orbitalı iştirak edir? Asetilenin deməli quruluşu belədir. Burada karbon sp hibrid vəziyyətindədir. Çünki karbona 2 sigma birləşib, hər bir karbona. Burada da neçə hibrid dediyinə görə sp-də 2 var. 2 dənə də sp olduğuna görə ümumilikdə 4 hibrid orbital var. Yəni ikisi burada, ikisi burada. Doğru cavab 33-də olacaq C variantı. 34-cü sual, hansı reaksiyalar doğrudur? Deməli, bizə verib HNPO3, bu ola bilər HPO3, bir də ola bilər H3PO3, fosforun turşuları, yəni HPO3 metafosfat, H3PO3 fosfit turşusudur. Oksigen kütlə payı 60%-dir. Birinciyə baxsaq, deməli, oksigen kütlə payını tapmaq üçün oksigen kütləsini sürətə yazırıq, ümumi kütləni məxrəcə yazırıq, o da 1, 31, 48, cəm eləyir 80, vurulsun 100,
Buradan da 48-i 100-ə vurub 80-ə böləndə eləyir 60%. Elə bizim formulumuz metafosfat turşusudur. Yəni söhbət ondan gedir. İndi deyir hansı reaksiyalar doğrudur? Deməli, X natrium OH-la əmələ gətirir natrium 2HPO3. Bu yanlışdır. Çünki bu metafosfatdır. Natrium OH-la əmələ gətirir HPO3-ün üzərinə. Natrium OH gəldikdə alınır natrium PO3 üstə gəlsin H2O. Ona görə birinci reaksiyanı götürmürük. İkinci reaksiya yazdığımızdır. Bu doğrudur. 3 də yanlışdır burada. PKO5-in üzərinə su gələndə 0 dərəcə Selsidə metafosfat turşusu alınır. Bəli, 4-cü ifadə doğrudur. 100 dərəcə Selsidə isə ortofosfat, yəni H3PO4 əmələ gəlir. 20 dərəcə Selsidə isə H4PKO7, yəni pirofosfat turşusu əmələ gəlir. Burada doğru cavab 2, 4, C variantı. 35-ci suala baxırıq. Deməli, bizə verib karbohidrogen. CnH2n+2. Hidrogenin kütləsi, yəni 2n+2, burada verilənə əsasən hidrogen, çünki A yeri 1-ə bərabərdir. 1-i 2n+2-yə vursaq, 2n+2 bölünsün karbonun kütləsinə, yəni burada M kütlələrini bildirir. Karbonun A yeri 12-dir, N-ə vuranda 12n bərabərdir 2-yə. Buradan 2n+2 bərabər 24n-ə, 22n. Burada çox ehtimal ki, rəqəm var. Hansısa rəqəm olub. O pozulduğuna görə burada əsl, yəni burada yəqin ki PDF-də pozulub rəqəm. Çünki burada 22-nin bərabər 2 cavab alınmır. Amma yolu bu şəkildə gedir. Yəqin ki bunun kəsirində, 2-nin kəsirində hansısa rəqəm olub, ondan hesablanıb. 36-cı suala baxırıq. Deməli, qələvi məhlulu və xlorid turşusuyla hidrogen əmələ gətirən, qələvi məhlulu ilə hidrogen əmələ gətirən amfoter metallardır. Yəni berilyumda, alüminiumda, sinkdir. Qeyri-metallardansa silisiumdur. Hidrogen əmələ gətirən qatı HNO isə adi şərtli reaksiya daxil olan. Bu ola bilər, deməli dedik ki, amfoter metallar, yəni ya D-dir cavab, ya Y variantı. Amma deyir qatı HNO ilə adi şəraitdə reaksiya daxil olsun. Biz də bilirik ki, dəmirdir, xromdur, alüminiumdur, nikeldir. Bunlar nə qatı nitrat, nə də qatı sulfatla adi şəraitdə reaksiya daxil olmur. Çünki bu metalları passivləşdirir. Ona görə bizdə 36-da doğru cavab olacaq D variantı. 37-ci sualda, deməli, polimer üçün nə doğrudur? Polimerləşmə reaksiyasına alınır, bəli. Bir doğrudur, polikondensləşmə deyil, bu yanlışdır. Polivinil xloriddir, xeyr, bu deməli, polipropilendir, deməli, 4 düzdür. Kapron lifidir, xeyr, kapron poliamid lifidir, həm də polikondensləşmə reaksiyası ilə alınır. Burada doğru cavab olacaq 1, 4, Y variantı. 38-ci suala baxırıq. Deməli, monohalogenli, bu monohalogenli alkandır. Üzərinə qələvinin spirtdə məhlulu gələndə buradan alkin əmələ gəlir. Nə olur? Buradan kalium xlorla birləşir. Yəni, kalium xlorla birləşdi. Buradan kalium da getdi, xlor da getdi və burada OH qalıb. OH-a nə lazımdır? H lazımdır və bu karbon artıq bir halogenini verdiyinə görə hidrogenini vermək istəmir və hidrogenini hardan alacaq bəs OH? Karbonun ətrafında olan karbonlardan alacaq, amma təbii ki, hidrogeni az olan. İndi burada hidrogeni hər ikisinə bərabər olduğuna görə fərqi yoxdur, istənilən tərəfdən ala bilər. Amma əgər elə birləşmə veribsə, ətrafında məsələn CH2 var, bir də CH3 var. Hansından götürəcək hidrogeni? Hidrogeni az olandan götürəcək. Burada fərqi yoxdur. Məsələn, buradan hidrogen götürsə, əmələ gələcək su və buradan xlor getdi, buradan hidrogen getdi. Gedənlərin arasına da bir dənə 2 qat rabitə düşəcək. Yəni, bura, məsələn, B variantı uyğun ola bilər, Y variantı da uyğun ola bilər. İndi digər baxaq. Deməli, burada isə monohalogenli alkanların üzərinə natrium gəldikdə isə alkan alınır. Bu Würz reaksiyası adlanır. Deməli, buradan natrium xlorla reaksiya daxil olur. Natrium xlor, daha doğrusu birləşməsi alınır və bu xlorun getdiyi yerdən, qırıldığı yerdən yuxarıdakı birləşmənin eynisini aşağı yazırıq ki, bir-birinin güzgüdə əksi kimi.
Bu da oldu bizim bu maddəmiz. Adlandırsaq olacaq 1, 2, 3, 4. Yəni 2, 3 dimetil butan. Ola bilər. Məsələn, burada doğru cavab B variantıdır. Ola bilər bu görünüşlə bu görünüş sizə oxşar görünməsin. Amma bunu da adlandıranda 1, 2, 3, 4 eləyir 2, 3 dimetil butan. Ona görə doğru cavab olacaq 38-də B variantı. 39-cu suala baxırıq. Deməli, X maddəsi MiSOH2-dən CO2, Y-dən isə turş duz əmələ gətirir. Bu, deməli, olacaq D variantı 39-da. Reaksiyalar yazıram. HCOH üstəgənsin MiSOH2 ümumiyyətlə karbon turşlarından yalnız qarışqa turşudur ki, MiSOH2-dən oksidləşmə reaksiyasına daxil olur. Həmçinin gümüş güzgü. Buradan alınır CO2, H2O və MiS2O. Qırmızı rəngli çöküntüdür. HCO natriumun üzərinə MiSOH2 gələndə buradan turş duz alınır. Natrium hidrokarbonat, MiS2O, üstəgənsin H2O. 40-cı suala baxırıq. Metilen qruplarının deməli, sayı ən çox olan C4H8 xlor2 tərkibli biləşmənin sinkla reaksiyasına hansı maddə alınır? Deməli, 4 karbon yazırıq. Xlorları biz kənarlara yazsaq, burada CH2 qrupu maksimum olacaq. Yəni 4 dənə metilen qrupu əmələ gələcək. Bunun da üzərinə sink gələndə dihalogenli alkanların üzərinə sink və yaxud da ki, magneziumla təsir etdikdə, deməli, buradan sikloalkan alınır. Amma halogenlər ən az bir-birindən 3 karbon aralı olmalıdır. Burada sink halogenlə birləşir və halogenlər arasında 1, 2, 3, 4 karbon olduğuna görə buradan siklobutan əmələ gəlir. Yəni, doğru cavab 40-da Y variantı. 41-ə baxırıq. Deməli, 41-də deyir, 3 ədəd birli karbon atomu olan doymuş 2 atomlu spirtin buxarının heliuma görə sıxlığı 26-dır. Əgər heliuma görə sıxlıq 26-dırsa, onda bu qaz qarışığının kütləsi 104-ə bərabərdir. Bu da 2 atomlu spirt olduğuna görə 2 atomlu spirtin ümumi formulu CnH2 OH2 və yaxud da bu şəkildə yaza bilərsiniz. CnH2 plus 2 O2 şəklində də yaza bilərsiniz. 14N plus deməli 34 bərabər olacaq 104-ə. 104-dən 34 çıxırıq 14N bərabər 70-ə. N bərabər 5-ə. Yəni bizim biləşmədə 5 karbon olmalıdır. 2 atomlu spirt olmalıdır. 3 ədəd birli karbon atomu olmalıdır. Burada 1, 2, 3, 4, 5, 6 karbon var. 1, 2, 3, 4, 5 karbon var. 2 dənə spirt OH qrupu var, yəni 2 atomlu spirtdir. Bu birli karbondur, bu birli karbondur, bu da birli karbondur. Elə doğru cavab 41-də olacaq B variantı. Yəni digərlərinə baxsaq, məsələn, burada karbon C-dir, karbon sayı çoxdur. 1, 2, 3, 4, 5, 6-dır. 1, 2, 3, 4, 5-dir burada. Həm 2 atomlu spirtdir, amma birlidir bu karbon, bir də bu karbon birlidir. Yəni 2 dənə birli karbonu var. Bu ümumiyyətlə 1 atomlu spirtdir, ona görə uyğun deyil. 42-ci sualda amonyakın oksigenlə katalitik reaksiyası zamanı NO plus alınır. NO plus su alınır. Doğru cavab B variantı. Təkcə temperaturda isə N2 plus su əmələ gəlir. 43-cü sualda, deməli, dövrü sistem cədvəlinin verilmiş hissəsindəki əsas yarımqrup elementlər üçün hansı ifadə doğru deyil? R-in atom radiusu Y-in atom radiusundan böyükdür. Ümumiyyətlə, radiusdur, reduksiya edilikdir, bu da metallıqdır. Baxırıq. Deməli, dövrü sistem cədvəlinin verilmiş hissəsindəki əsas yarımqrup elementlər üçün hansı ifadə doğru deyil?
R-in radiusu Y-in radiusundan böyükdür. Ümumiyyətlə radiusdur, reduksiya edicilikdir, bir də metallıq. Bunlar qrup üzrə yuxarıdan aşağı artır, dövr üzrə sağdan sola. Yəni bunların ən qüvvətlisi, ən aşağı, ən sol tərəfdə olandır. Yəni Z-dir burada. Amma bizdən Y ilə R arasında münasibəti istəyir. Burada Y daha sol tərəfdədir. Ona görə Y-in radiusu daha böyük olacaq. Elə A variantı doğru deyil. Digərlərinə baxsaq, M-in atom radiusu ən kiçikdir. Bəli, radius sol ən aşağıda böyükdürsə, deməli sağ ən yuxarıda daha kiçik olacaq. B doğrudur. X-in proton sayı ən azdır. Bəli, yəni ilk sırada yerləşib. Proton sayı ümumiyyətlə nüvənin yükü, yəni deməli dövr üzrə soldan sağa, qrup üzrə yuxarıdan aşağı istiqaməti artır. Z daha qüvvətli reduksiyacı. Bəli, bayaq dedik ki, radiusda reduksiyacı metallıq. Bunların ən böyük sol, ən aşağıda olandır. R-in elektromənfili M-in elektromənfilinə azdır. Elektromənfilik qrup üzrə yuxarıdan aşağı azaldığına görə bu ifadə də doğrudur. 44-cü sualda hansı reaksiya oksidləşmə reduksiya tipli deyil? Əgər reaksiyada, ümumiyyətlə oksidləşmə reduksiya reaksiyası nə deməkdir? Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara oksidləşmə reduksiya reaksiyaları deyilir və rahat yolunu tapmaq üçün də, yəni əgər reaksiyada bəsit maddə varsa, bu 100% oksidləşmə reduksiya reaksiyasıdır. Məsələn, elə A variantını da bəsit maddəmiz var, oksidləşmə reduksiyadır, B-də var. C-də var, D-də var. Elə doğru cavab olacaq Y variantı. Burada da baxsaq, oksigen -2, karbon -2, hidrogen -1, natrium -1, oksigen -2. Burada natrium -1 dəyişmədi, hidrogen -1 dəyişmədi, oksigenlər -2 dəyişmədi, karbon da -2 dəyişmədi. Oksidləşmə dərəcəsinin dəyişmədiyinə görə bu da oksidləşmə reduksiya tipli deyil. Deməli, 45-ci suala baxırıq. Burada bizə verib monohalogenli alkanlardan, deməli natriumdan vürs reaksiyası ilə alkanların alınmasıdır. X xlordan alınıb heksan. Heksanda 6 karbon var. Bunu ortadan bölsək, görərik ki, bu propil radikalından əmələ gəlib. Yəni CH3, CH2, CH2. Deməli, bura baxırıq. 2-3 dimetil butan, 4 karbon yazırıq. İkinci karbonla üçüncü karbona metil radikallarını birləşdiririk. Ortadan bölürük ki, bu da deməli Y-də burada izopropil radikaldır və bunların birləşməsini istəyir bizdən. Gətirib bura yazıram. CH, CH3, CH3. İndi bizə deyir ki, X və Y radikalların birləşməsindən alınan maddənin izomerini səmərəli üsulla adlandırın. Özünü demir, izomerini deyir. Özünü adlandırsadıq əgər, ən çox şaxə çıxan dairə alıb, radikalları kiçikdən böyüyə doğru deyib, sonra metan əlavə edirdik. Yəni, dimetil, propil, metan. O da burada görürük ki, yoxdur. Amma bizdən izomerini deyir. İzomer o deməkdir ki, orada karbon sayı bərabər olsun. Burada 1, 2, 3, 4, 5, 6 karbon var. Deməli, biz baxmalıyıq ki, hansı birləşmələrdə 6 karbon var. Burada trimetil deyir. Yəni, metildə 1-dir. 3 dənə də olduğuna görə 3. Üstə gəlsin. Etil deyir. Etildə 2 karbon var. Metanda da 1. Ümumilikdə 6 karbon var. Elə doğru cavab olacaq A variantı. 46-cı suala baxırıq. Deməli, bizdən reaksiyanı verib Q1, Q2, Q3-in müqayisəsini istəyir. Deməli, reaksiyanı yazırıq. C3H8 tak ki, reaksiyanın stili effekti Q-dür. Deməli, birinci şərtə görə bu 1 mol, bu 3 mol, 1 mol, 5 mol reaksiyadakı miqdarlarını yazdıq. Deməli, Q1-i hesablayırıq. Burada 1 Q yazırıq. Biz həmişə az olandan hesablayırıq, aza görə. Az olanı da necə tapırdıq? Şərtdəkini reaksiyadakına bölürük. Hansı daha az alınırsa, deməli, tamamı sərf olunan odur, digəri artıq qalıb. Burada 1-i 1-ə bölürük 1, 3-ü 5-ə bölürük 0,6. Yəni, oksigen burada daha az olduğuna görə tamam sərf olunur və onun köməyi ilə Q1-i tapa bilirik. Yəni, 5-ə Q-dürsə, 3-ə Q1. Onda Q1 buradan bərabər olacaq 0,6 Q-yə. Q1-ə yazırıq 0,6 Q. Keçirik ikinci şərtə. Burada da verib, deməli, 2 mol. Bunu da verib 12 mol. Buradan da Q-ni hesablasaq. Deməli, aza görə tapırıq. 2-ni 1-ə böləndə 2. 12-ni 5-ə böləndə 2, onda 4. Yəni, daha az olan propandır. Ona görə ondan işləyirik ki, 1-ə Q-dürsə, 2-yə Q2.
Q2'ni də buradan tapanda 2-ni Q-yə vurub 1-ə böləndə eləyir 2Q. Yəni Q2 bərabər olacaq 2Q-yə. Keçirik 3-cü şərtə baxırıq. 3-cü şərtdə deməli bizə verib 3, 7/5. 3-ü 1-ə bölürəm 3. 7/5-i 5-ə bölürəm 1/5. Az olan oksigen oldu. Deməli ondan işləyirik. Burada bir Q3 yazıram. Q3'ü tapanda 7/5Q bölünsün 5. Bu da eləyəcək 1/5Q-yə bərabər olacaq. Bunları da müqayisə eləsək, deməli Q2 böyük olacaq Q3-dən, o da Q1-dən. Doğru cavab D variantı. 7-ci suala baxırıq. Deməli deyir, hansı reaksiyalar məhlulda axıra qədər gedir? Məsələn, birinci reaksiya baxırıq. Bu da duzdur, bu da duzdur. 2 duz o vaxt gedir ki, əvvəldə çöküntü olmasın. Amma sonradan çöküntü yaransın axıra qədər gedən zaman. Burada əvvəldə çöküntü yoxdur. Çünki xlorun civə xlor, civə2 xlor 2, gümüş xlor, plümbium xlor 2 duzları çökür. NO3-ünü bütün duzlar suda yaxşı həll olur. Amma bu reaksiyadan sonra çöküntü, yəni barium NO3 alınır, mis xlor 2 alınır. Bunlar da çöküntü olmadığına görə reaksiya axıra qədər getmir. İkinciyə baxırıq. Deməli, ikincidə barium xlor 2-nin üzərinə gəlirik ferum SO4. Alınır buradan barium SO4, üstə gəlsin ferum xlor 2. Burada da əvvəldə çöküntü yoxdur. Yəni ferum SO4-dəki SO4-ün bariumda kalsium, stronsium, gümüş, plümbium duzları çökür, qalan hamısı həll olur. Amma sonradan çöküntü alındığına görə bu reaksiya axıra qədər gedir. Ona görə 2-ni götürürük. 3-də isə barium xlor 2-nin üzərinə HNO3 gəlib. Duz plus turşu reaksiyasında o zaman gedir ki, turşu, yəni nitrat turşusu, barium xlor 2-nin tərkibindəki turşunu çıxara bilsin. Amma nitratla xlorid eyni qüvvətdə turşu olduğuna görə, eyni qüvvətdə turşular bir-birini o vaxt çıxarır ki, reaksiyadan sonra çöküntü alınsın. Buradan da barium nitrat alınır, o da çöküntü olmadığına görə bu da axıra qədər getmir. 4-cü reaksiyaya baxırıq. Deməli, kalium OH üstə gəlsin mis nitrat. Duz əsas reaksiyası da duz-duz reaksiyasında olduğu kimidir. Əvvəldə çöküntü olmamalıdır. Yoxdur bizdə. Sonradan isə göy və yaxud da mavi rəngli dillər mis OH2 çöküntüsü əmələ gəldiyinə görə bu reaksiyada axıra qədər gedir. Həmçinin kalium OH ferum SO4 reaksiyasında da bu da əsas duzdur. Əvvəldə çöküntü yoxdur. Amma buradan ferum OH2 qonurlaşan yaşılımtıl rəngli çöküntü alındığına görə bu reaksiyada axıra qədər gedir. Kalium OH, HNO3 turşu əsas reaksiyası həmişə gedir. Ona görə altını da götürürük. Doğru cavab olacaq 7-də B variantı. 48-ci suala baxırıq. Deməli, buradan bizə verib S, alınır buradan SO2, sink S-dən də alınır SO2, ferum S2-dən də alınır SO2. Bu şəkildə yaza bilərik. Sadəcə burada kükürdlərin sayını bərabərləşdirmək lazımdır. Deməli, hamısında SO2-nin mol miqdarı N-dir. Ümumiyyətlə, çıxım məsələlərində bizə nə lazımdır? Nəyi bilməliyik? Çıxım burada sərf olunan miqdar deməkdir. Yəni, kükürdü M qram götürüb, A faizi sərf olunub. M-in A faizini tapsaq, M-i vururam A-ya, bölürəm 100-ə. Eləyir 0,1 MA. Kükürd nə qədər sərf olunub? 0,1 MA sərf olunan zaman SO2-nin mol miqdarı olur N. Qramın altına qram yazdığımıza görə kükürdün MR 32, bunun da molu 1. Buradan hesablasaq, deməli 0,1 MA bərabərdir 32 N-ə. Bu şəkildə bunu saxlayırıq. Daha sonra ikinci reaksiyaya baxırıq. Sinkesin reaksiyasına bunu silək. Deməli, burada da sinkesi M qram götürüb, amma B faizi sərf olunub. M-i vururam B-yə, bölürəm 100 eləyir 0,1 MB. Bu zaman SO2 neçə mol alınıb? M mol. Sinkesin qramın altdan qram yazsaq, deməli 65 üstə gəl 32 eləyir 97 qram. Burada 1 mol yazırıq. Deməli, buradan da olur 0, burada 0,1-dir. 0,1 MB bərabərdir 97 N-ə. Bunu da bu şəkildə saxlayırıq. Keçirik 3-cü reaksiyamıza.
Deməli, burada ferum S2-ni də M qram götürüb, amma C faizi sərf olunub. Yəni, M-i vururam C-yə bölürəm 100-ə 0,1 MC sərf olunub. Bu zaman M mol SO2 alınıb. Bunun altına öz molunu, bunun altına da MR-ni yazırıq. 120 qram olur. Buradan deməli 0,1 MC bərabər olur 60 N-ə. 60 N-ə. Buradan da deməli bizdən A, B, C-nin müqayisəsini istəyir. Deməli birincidən A-nı tapanda olur 32 N bölünsün 0,1 M-ə. B-ni tapanda olur 97 N bölünsün 0,1 M-ə. C-ni tapsaq deməli 60 N bölünür 0,1 M-ə. Məxrəc hamısında eyni olduğuna görə biz onda sürətləri ilə müqayisə edirik. Sürəti böyük olanın deməli öz miqdarı da böyük olacaq. Burada onda böyük olur. B böyük olur C-dən. O da A-dan. Doğru cavab 48-də olacaq. C variantı. Keçirik növbəti suala. 49-cu suala. Deməli, duzların nisbi molekul kütlələrin azalma sırası Z böyüdür, Y böyük X olarsa ABC-ni müəyyən edin. Magnezium OH2, H2SO4-dən reaksiyasından 3 cür duz alına bilər. Alına bilər magnezium SO4, yəni normal duz alına bilər. Alına bilər turş duz, magnezium HSO4, magnezium 2 valentli, HSO4 1 valentli çarpaz oranda formulumuz bu şəkildə olur. Bir də alına bilər əsasi duz. Əsasi duz olanda OH-ın birini SO4-dən əvəz eləsək, magnezium OH 1 OH nitrib deyə 1 valentli, SO4 2 hidrogen nitrib 2 valentli formulu düzərsə bu şəkildə olacaq. Və duzların nisbi molekul, deməli hesablasaq MR-lərini, əslində buradan belə baxanda da görünür hansı duz, amma hesablayıb göstərsək, deməli görürsünüz burada heç ayirlərini verməyib. Yəni biz bunları baxanda da hesablayıb görə bilirik. Yəni daha çox olan magnezium OH2-dir. Baxaq, yoxsa magnezium HSO4 2-dir. Çünki orada kükürt oksigenin miqdarı daha çoxdur. Ondan həmçinin 2 dəfədir. Baxsaq ki, MR-lərinə, məsələn, 1-də 24, üstə gəl 32, üstə gəl 64. Bu eləyir 120 qram. 24 ikincidə. Üstə gəlsin 2, üstə gəlsin 64, üstə gəlsin 128. Bu 218 qramdır. Burada isə 48, üstə gəl 32, üstə gəl 2, üstə gəl 32, üstə gəl 64. Bu isə 178. Həqiqətən də ikinci duz daha böyükdür. Sonra 3, sonra 1. Yəni ki, bizdə kütləsi ən böyük olan Z. Yəni bu Z-dir. Sonra Y, bu Y-dir. Bu da X-dir. İndi bizdən nə istəyir? Bunların deməli biz reaksiyasını yazmalıyıq və oradan deməli sülfat turşunun əmsalını tapmalıyıq. Deməli, birinci. Qoy bunu belə. Bu şəkildə yazaq. Deməli, magnezium OH2 üstə gəlsin H2SO4. Buradan normal duz alsaq, magnezium SO4 üstə gəlsin H2O. Deməli, burada əmsala bura 2 atsaq düzəlir. Deməli, və 1 mol magnezium hidroksidə 1 mol gedir. Bu harda? X-da. Baxın, burada 1 mol magnezium hidroksidlə 1 mol sülfat turşu reaksiya daxil olur. Bu da magnezium SO4-ə aiddir. Yəni, bu duza X-a. X-a da A verib, onda A bərabər olacaq bizdə 1-ə. Cavab ya budur, ya da budur. Sonra magnezium OH2 üzərinə gəlirik H2SO4 alınır buradan turş duz. Magnezium HSO4-dən 2 plus su. Bunu əmsallaşdırsaq, deməli bura 2 atsaq, bura 2 atsaq düzəlirmi? Deməli 6 hidrogen, 10 oksigen, doğrudur. Burada da 1 mol magnezium hidroksidə 2 mol sülfat turşusu düşür. Nə vaxt? Deməli, magnezium hidrosulfat alındı. Bu da Z duzuydu. Z-də də nə verib? C. C onda olacaq 2 mol. Yəni, cavabımız əslində çıxır. D variantıdır. İndi digərinə baxaq. Magnezium OH2 üzərinə gəlirik H2SO4. Buradan da alınır
əsasi duz maqnezium OH-dan 2 SO4 plus su. Burada deməli 2 yazırıq. Deməli 4 6 hidrogen. Bura 2 yazsaq 8 oksigen və sam. Bu da doğrudur. Burada da görürük ki 2 mol maqnezium hidroksidə 1 mol sülfat turşusu düşür. Amma bizdən 1 mol maqnezium hidroksid istəyir. Onda bu da 0,5 olacaq. Yəni D variantı tamamilə doğru olur. Növbəti suala baxırıq. 50-ci suala. Deməli, hansı reaksiyadan alınan bəsit maddələrin sayı doğrudur? Birinci reaksiyadan alınır natrium 2CO3 üstəgəlsin O2. Sualtı qayıqlarda, kosmik gəmilərdə oksigenin bərpası reaksiyasıdır. Buradan bir bəsit maddə alınır. Birinci ifadə doğrudur. Daha sonra deməli buradan CO2 üstəgəl NH3 alınır. CO NH2-dən 2. Karbamid və yaxud da sidik cövhəri deyirik. Bu azotlu gübrələrə aiddir. Buradan bəsit maddə alınmır. Ona görə ikinci ifadə yanlışdır. CH4-ün üstə CO2 gələndə alınır CO plus H2. Yəni sintez qaz. Buradan da bir bəsit maddə alınır. 1, 3 doğrudur. Cavab 50-də B variantı. Sonra 51-ci suala baxırıq. Deməli, piritin üzərinə oksigen gələn zaman alınır buradan ferium 2O3 üstəgəl SO2. SO2-ni çıxdığına görə deməli X ferium 2O3-dür. Bunun üzərinə H2SO4 gəlsək, alınır. Dəmir 3 valentli olduğuna görə ferium 2 SO4 3. Dəmir burada 3 valentli olduğuna görə 3 valentli duza əmələ gəlir. Yəni bu Y maddəsidir. Bunun üzərinə kalium OH gəldiyimiz zaman alınır kalium 2 SO4 üstəgəlsin ferium OH 3 qonur rəngli töküntü. Z maddəsi olacaq G variantı 51-ci sualda. 52-ci sualda deməli, bir əsaslı doymuş karbon turşusuyla etil efirin reaksiyasından 20,4 qram mürəkkəb efir, 3,6 qram su alınıb. Ümumiyyətlə, mürəkkəb efir əmələ gələn zaman 1 mol su ayrılır, yəni 18 qram. Buradan efirin emerini tapsaq, deməli 20,4 qrama 3,6-sı 18 qramda görək, daha doğrusu efirin emerini hesablasaq, 20,4 vurulsun 18 bölünsün 3,6. X bərabər 102. Yəni, emerin nisbi molekul kütləsi 102-yə bərabərdir. Efirin. Üzr istəyirəm. Efir desin H2-nin O2 ümumi formuluna malikdir. Yəni, 14N plus 32 bərabərdir 102-yə. 14N bərabərdir 102-dən 32 çıxsaq 70. N bərabər 5-ə. Mürəkkəb efirdə 5 karbon var. Onun ikisi spirtə aiddirsə, onda 3 karbon da turşu hissəsindədir. Yəni turşumuz C2H5 COH olacaq. Bunu da emerini hesablasaq, emerini istəyir. Deməli, burada 36 üstəgəlsin 6 üstəgəlsin 32. Doğru cavab olacaq 74 A variantı. 53-cü sualda deməli, qabda natrium var, su var. Ora natrium əlavə edirik və qazı ayrılır. Ayrılan qazın miski oksidlə tam reaksiyasına 128 qram mis alınırsa. Deməli, natriumun su ilə reaksiyasını yazırıq. Natrium su ilə reaksiyaya girən zaman natrium OH üstəgəlsin H2 əmələ gəlir. Deməli, əmsallaşdırırıq bunu. Çıxan qazın, yəni hidrogenin miski oksidlə reduksiyasından burada alınır mis üstəgəlsin H2O. 128 qram misin köməyi ilə tapıram ki, neçə mol hidrogen reaksiya daxil olub. Qramın altına qram yazırıq, molun altına mol yazırıq. X da buradan bərabər olacaq 2 mola, yəni hidrogen 2 moldur. Hidrogenin köməyi ilə isə reaksiya daxil olan natriumun mol miqdarını hesablayırıq burada. Molun altına mol yazırıq, 1 mol, molun altına mol yazırıq, 2 mol. Bu da bərabər olacaq 4-ə, 53-də doğru cavab 4. 4-cü suala baxırıq. Deməli, propan verir, propen və asetilindən ibarət qaz qarışığıdır. Bir gümüş bir oksidin amoniakdakı artıq miqdarı məhluldan buraxdıqda 1,6 mol
deməli töküntü alınmışdır. Biz də bilirik ki, gümüş bir oksidin amonyakda məhlulu ilə reaksiyaya girir. Deməli alkinlər burada, yəni verilənlərdən hal-hazırda, yəni asetilen reaksiyaya daxil olacaq. Asetilenin gümüşlə reaksiyasından gümüş bir oksidin amonyakda məhlulu, buna Tollens reaktivi də deyirlər. Deməli asetilenid alınır. Bunlar da partlayıcı maddələrdir. Üstə gəlsin H2O. 1,6 mol çöküntü alınmışdır. Çöküntümüz budur. Bunun vasitəsilə asetilenin molunu taparıq. Molun altına mol, molun altına mol. Belədir 1,6 mol. Yəni bizdə asetilen 4 mol qaz qarışığının 1,6 molu asetilendir. Daha sonra deyir ki, qaz qarışığının qalan hissəsi maksimum 1,8 mol H2 birləşdirirsə. Propan doymuşdur və doymuşla hidrogen birləşdirmir özünə. Burada propan olacaq. Yəni C3H6-nın üzərinə H2 gəlirik. Alınır C3H8. Bu da 1,8 mol hidrogenlə bilmirəm. 1 mola 1-dirsə bu da eləyir 1,8. Propen də oldu burada 1,8 mol. Deməli neçə mol propan olduğunu hesablayın. 1,8 bu da 1,6. Deməli eləyəcək 3,4. 4 ümumi idi. 3,4-də çıxanda 0,6 mol propan var. Deməli qarışıqda. 55-də deməli birinci reaksiya N2 üstə gəlsin H2 alınır buradan NH3 əmsallaşdırırıq. Deməli burada bizə deyir ki, hansı reaksiya aparılan qabın həcmi 2 dəfə azaltıldı, sürət 8 dəfə artar. Həcmi 2 dəfə azaltmaq, təzyiqi 2 dəfə artırmaq deməkdir. Yəni təzyiqi də 2 dəfə artıranda əgər sürət 8 dəfə artırsa, bu o deməkdir ki, reaksiya daxil olan maddələrin, başlanğıc maddələrin təbii ki, mol sayı 3-ə bərabərdir. Çünki biz, amma qaz halında olmalıdır təbii ki. Amma biz deməli təzyiq deyəndə başlanğıcda nə qədər qaz halında maddə varsa hamısını nəzərə alırıq. Məsələn burada hesablasaq V bərabərdir K vurulsun PN2 PH2-nin kubu 2 dəfə artırdıqda deyəndə 2 üstü 1 vurulsun 2 üstü 3, bu 16 dəfə artır sürət. Burada əgər təzyiq 2 dəfə artırsaq. İkinci reaksiyada H2 üstə gəlsin O2 alınır H2O əmsallaşdırsaq. V bərabər K vurulsun hidrogenin əmsal qüvvət şəklində oksigenin. Burada da 2 dəfə artırmışdı. 2 üstü 2 vurulsun deməli 2 üstü 1. Bu da eləyir 8 dəfə artar. Yəni ikinci doğrudur. Üçüncüdə H2 üstə gəlsin xlor 2 alınır buradan H xlor. Burada V bərabərdir. K vurulsun PH2-nin P xlor 2-nin təzyiqi. Əmsalları 1 olduğuna görə, yəni bu şəkildə də qalır. Burada 2 vurulsun 2, 4 dəfə artacaq burada sürət. Bunu da götürmürük. Dördüncü reaksiyaya baxırıq. Deməli NO üstə gəlsin O2 alınır buradan NO2 əmsallaşdırırıq. V bərabərdir K vurulsun NO-nun təzyiqi əmsal qüvvət şəklində oksigenin. Burada da deməli 2-nin kvadratı 2 üstü 1, 2 üstü 3, yəni bu da 8 dəfə artar. Deməli 4-ü də götürürük. 5-ci reaksiyaya baxırıq. CO üstə gəlsin O2 alınır buradan CO2 əmsallaşdırırıq. V bərabərdir K vurulsun CO-nun kvadratı və oksigenin təzyiqini əmsalı qüvvət şəklində. Deməli bu da 2-nin kvadratı vurulsun 2 üstü 1 eləyir 2 üstü 3, yəni 8 dəfə artar. Doğru cavab burada 2, 4, 5 olacaq. Deməli baxırıq növbəti suala. Reaksiya daxil olan oksidləşdiricinin neçə faizi reduksiya olunur? Misin duru nitratla reaksiyasından mis üstə gəlsin HNO3 duru alınır mis nitrat. Üstə gəlsin NO, üstə gəlsin H2O. Mis buradan 0-dan gəlir müsbət 2-yə. 0-dan gəlir müsbət 2-yə. 2 elektron verdi. Azot da müsbət 5-dən gəlir müsbət 2-yə. Bu da deməli 3 elektron aldı. 2, 3, 3, 2 əmsalları yerinə yazırıq. Deməli, bura 8, 4, oksigen düzəldi. Aha. Deməli, deyir, oksidləşdirin neçə faizi reduksiya olunur? Oksidləşdirici bizdə azotdur. Çünki oksidləşmə dərəcəsi azalıb.
Və azot da burada əmsalı neçəyə bərabərdir? 8-ə bərabərdir. 8 dənə atomun, yəni azot atomunun, deməli burada baxırıq, baxın 3-ü 2-yə vururuq. 6 dənəsi duzun alınmasına sərf olunub. İkisi isə reduksiya olunub. Reduksiya olunmaq nə demək? Azot müsbət 5-dən 2-yə gəlir, azalır, oksidləşdiricidir və reduksiya olunur. Deməli, yəni 8 dənə azot atomunun 6-sı duzun alınmasına sərf olunur. İkisi reduksiya olunursa, bizdən də reduksiya olunanın faizini istəyir. Bu da eləyəcək 25%. 57-ci suala baxırıq. Deməli, burada nə deyir bizə? Xlorun kalium OH-la, bir dəqiqə, deməli, X, Y, Z-lə daxil olur. Reaksiya daxil olan maddələr. Kalium OH-la reaksiyasından alınır kalium xlor O, üstə gəlsin su. Bu disproporsiya reaksiyasıdır. Və indi bizdən nə istəyir? Bu uyğun gəlir, yəni uyğunluğu müəyyən edin deyir. Məsələn, X disproporsiyadır və su əmələ gəlir. Həqiqətən burada görürük ki, xlorun kalium OH-la reaksiyası disproporsiyadır. Çünki xlor 0-dan bir dəfə mənfi 1-ə, bir dəfə müsbət 1-ə gəlib. Əgər oksidləşmə dərəcəsini dəyişən element ancaq eynidirsə və bir oksidləşmə dərəcəsindən 2 müxtəlif oksidləşmə dərəcəsinə keçirsə, bu olur disproporsiya və öz-özünə. Həm də su alınıb, yəni 1-ə gedir burada A. Sonra xlorun mislə reaksiyasından alınır buradan mis xlor 2. Bu molekullar arasıdır. Çünki xlor 0-dan mənfi 1-ə, mis 0-dan müsbət 2-yə gedir. Burada da oksidləşmə dərəcəsini dəyişən elementlər müxtəlifdir və ayrı-ayrı yerləşir. Ayrı-ayrı yerləşsə, deməli bu molekullar arasıdır və buradan da Y xlor 2 əmələ gəlir. Deməli 2-yə də B aid olacaq. Sonra feriumun üzərinə xlor 2 gələncə ferium, üstə gəlsin xlor 2, alınır ferium xlor 3. Əmsalaşdırsaq, əslində ehtiyacı yoxdur. Bunun növünü tapsaq, burada da molekullar arası olur. Oksidləşmə reduksiya reaksiyası. Çünki dəmir 0-dan müsbət 3-ə gəlir. Xlor da 0-dan mənfi 1-ə gəlir. Yəni, oksidləşmə dərəcəsini dəyişən elementlər fərqlidir. Dəmir və xlordur və ayrı-ayrı yerləşir. Molekullar arasıdır. Və Z xlor 3 əmələ gəlir. 3-ə C, yəni C 3-ə uyğun gəlir. Daha sonra kalsiumun xlorla reaksiyasına, bu da mis xlor 2 kimi olacaq. Onda deməli bu uyğun gələcək bura. Alüminium xlorla reaksiyası da dəmirdə olduğu kimi olacaq. Alüminium xlor 3 əmələ gələcək. Bu da uyğun gələcək Y-yə. Yəni oldu 1A, 2B-dir, 3C-Y. Növbəti suala baxırıq. Deməli, burada bizə verib eyni kütləli maqnezium xlor 2, mis xlor 2 duzlarından ibarət qarışıq 184 qram suda tam həll edilir. Alınan məhlula maqnezium lövhə daxil edilir və müəyyən müddət saxlandıqdan sonra çıxarılır. Nəticədə tərkibində yalnız bir duz olan doymamış məhlul əmələ gəlir. Məhlulda duzların kütləsinin zamanasılıq qrafiki aşağıdakı kimi olur. Əgər maqnezium xlor 2 və mis xlor 2 verib, maqnezium lövhə daxil edirsə, onda burada maqnezium mis xlor 2 ilə reaksiyaya daxil olur. Çünki maqnezium xlor 2 ilə daxil olmaz. Və buradan alınır maqnezium xlor 2 plus su. Bu da deyir ki, nəticədə tərkibində yalnız bir duz olan doyum. Yəni, mis xlor 2 burada tamamilə sərf olunur. Çünki əvvəldə maqnezium xlor 2 var idi bizdə, sonradan da alınır. Yəni, yalnız bir duz olur. Mis xlor 2 onda tamamilə sərf olunur. Və bizə qrafik verib. 58-də deyir, cavab vərəqində cədvəli tamamlayın. Təəssüf ki, burada bizdə yoxdur. 59-a baxaq. Deyir, məhlulda qalan duzun formulunu yazın. Məhlulda qalan maqnezium xlor 2-dir, təbii ki. Çünki mis xlor 2 tamam sərf olunub və N-in qiymətini hesablayın. Deməli, burada qrafikə baxırıq ki, hər iki duzu eyni kütlədə götürüb. N qram. Burada da bizə şərtdə demişdi. Bir duz tamamilə sərf olunur. Yəni, bu mis xlor 2-dir. Bu isə maqnezium xlor 2-dir. Maqnezium xlor 2-də isə görürük ki, 19 qram artım baş verib. Bu sonraya, yəni əvvəl burada şərtdə N qram maqnezium xlor 2 var idi, sonra 19 qram da üstünə gəldi. Onda buradakı maqnezium xlor 2 bizdə 19 qramdır. Bunun köməyi ilə biz mis xlor 2-nin neçə qram reaksiya daxil olduğunu tapa bilərik. N qram, deməli, bunun altına hərəsinin öz qramını yazırıq.
Maqnezium xlorkin emeri 71/24 eləcək 95 qram. Mis xlorki 71/64, bu da eləcək 135 qram. Buradan tənasüblə həll edib N-i tapanda N olur 27. N-i tapdıq. Daha sonra 60-cı sualda bizə deyir. Maqnezium lövhə çıxardıqdan sonra alınmış məhluldakı duzun kütləsini. Deməli, alınmış məhluldakı duz maqnezium xlorikidir. Maqnezium xloriki əvvəl nə qədər idi? N qram, hər ikisi çünki N idi, yəni 27 qram. Sonra da 19 qram artım baş verdi. Ümumilikdə nə qədər oldu? 46 qram. Bu birinci sualın cavabı və kütlə payını faizlə hesablayın deyir. Deməli, burada həll olan maddənin kütləsi 46 qramdır. Kütlə payı bərabərdir. M həll olan bölünsün M məhlul, vurulsun 100. Həll olanım 46-dır. Məhluldakı su və həll olandan ibarətdir. Həll olanım 46, suyu da burada verib yuxarıda şərtdə 184 qram, vurulsun 100. Bu da eləyəcək 20%.